Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də turun maraqla gözlənilən qarşılaşmasını sizlərə təqdim edir. Qarabağ Yeni Bakı görüşü ümidlidir ki 50 dəqiqə ərzində hər iki komanda ifasında gözəl oyun izləyərək hakim ana Kərimlidir komandalara da hakimlidir də bugünkü görüşdə uğurlar arzu edirik. Komandaların heyətləri beləliklə növbədə bizlərə qonaq komanda Yeni Bakı göstərilib. Qapıda 1 Taryel Cahani, 3 Musa Abdullayev, 7 Məhəmməd Abbaslı, 8 Yusif Baxşiyev, 9 Turan Ələsgərov, 10 Ayxan Mənsimzadə, 18 Mahmud Ələkbərli, baş məcid Kamran Rəsulovdur. Digər oyuncular 12 Simin Vasyonoviç, 4 Abdülkerim Əlismanov, 5 Mikail Babazadə, 11 Ümid Mehdizadə, 14 Muhammed Hüseynov, 6 Aydın Ümbətov, 17 Hüseyin Abbasov. Qarabağda qapıda 1 Tamerlan Baytalov, 2 Bəxtiyar Əzimov, 3 5 David Pavlov, 8 Kamran Rızayev, 10 Kərim Topçubaşov, 15 Əli Mehdiyev, 16 Elcan Qubadlı, baş məşqçi Eldəniz Qiyasov. Digər oyuncular 99 Qapçı Həsən İskəndərli, 22 Məzahir Məmmədov, 3 Rıza Tağızadə, 55 Yusif Cəbrayil Soy, 19 Əli Məmmədli, 17 Şakir Murad. Qapıya zərbə və top qapının yanından keçir. Təhlükəli zərbə izləyirik. 9 Əli Niftəliyev, 23 Nihat Hüseyindi, 29 İbrahim Abuşovdur. Məhəmməd outdan Yeni Bakı futbolçuları topu oyuna daxil etməlidir. Ayxan Elcan geriyə oynayır. Bəxtiyar Tamerlana qədər top gəlib çatır. Elcan ötürmək istəyir, ötürmədə o istiqamət edilir. Hücumun cinahını dəyişir David Pavlov. Turan ikinciden zərbə təyin olunmalı. Yeni Bakı Yusif sol cinahdan Kamran Musa Turan istiqamətini edilmiş ötürməkdir. Yusif top uğrunda mübarizə aparır. Geri oynuyor Abdullayev. Mərkəzlə oynuyor Mahmud yerindəcə Kamranı keçməyə çalışır. Ayxan Kamran onun qarşısındadır. Divar ötürməsi, amma hələ ki bəli top Qarabağ ələ keçir. Tamerlan Kərim Topçubaşov topu bəli meydanda saxlaya bilir. Kərim sol ayaqlı qapıya zərbə. Taryel komandasını qoldan xilas edir. Hücum davam edir. İləriyə doğru ötürmə. Tamerlan burada irəli çıxaraq təhlükənin qarşısını kəsir. Outdan Yeni Bakı topu oyuna daxil etdi. Və hakim bildirir ki Kamran bu epizodda Mahmuda qarşı qaydanı pozmuşdu. Təhlükəli nöqtədən cərmə zərbəsi yerinə yetiriləcək. Ənliyyə uyğun olaraq Yeni Bakının heyətində Musa Abdullayev cərmə zərbələrini o yerinə yetirir. Hakim bildirir ki mənim işarəmdən sonra topu oyuna daxil edə bilərsən. Musa onun ifasında təhlükəli zərbələrin şahidi olmuşuq. Bu dəfə görək Musa hakimdən işarə gəldi. Qapıya zərbə. Tamerlan bu epizodda komandasını qoldan xilas edir. Təhlükəli zərbə idi. Gözəl qurtarış idi. Taryel Mahmud yerində çevrilməyə çalışır. Bəli, bunu bacarır Kərimi. Keçdi hələ ki top Mahmuda da ötürməsi yaxşı alınmır. İkili əlaydan ötürməsi keçmir. Outdan Yeni Bakı topu oyuna daxil edəcək. Mahmud qapıya zərbə. Tamerlan əla oynuyor. Bu dəfə də komandasını qoldan xilas edir. Outdan Musa Mahmudla oynuyor. Qapı istiqamətinə zərbə. Tamerlan topu irəli vurur. Kərim Topçubaşov topa yetişə bilmir. Yeni Bakı müdafiəçiləri topu uzaqlaşdırır. Mahmud Yeni Bakının heyətində təhlükəli oyunculardan biridir. Turan keçdi rəqibini. Oyun davam edir. Top meydanı tərk eləmədi.
Qapıya zərbə vurmağa çalışırdılar. Mahmud yerində çevrildi. Mahmud qapıya zərbə və gol! Mahmud Ələkbərli gözəl zərbə idi. Gözəl qol idi. Keçid də əla idi. Bu qolun təkrarı bir daha bizlərə təqdim olunacaq. Kamran Rəsulov bəli ona öz tapşırıqlarını verir. Qolun təkrarını izləmək istərdik. Baxırıq. Mahmud yerində də çevrildi, topu sağa çəkdi və qapıya dəqiq zərbə indirir. Gözəl qol izləyirik. Yenibək artıq hesabda önə çıxıb. Bir daha xatırladım ki, uşaq liqalarındansa komandanın qələbə qazanmasının önəmi yoxdur. İçəriyə daha bir ötürmə. Əsas məqsəd uşaqların düzgün şəkildə inkişaf etməsidir. Baytalov topu irəli vurur. Yeni Bakı. Turan. Mahmud. Əliyə dəyən top oyuna qayıdır. Taryel. İbrahim. Kerim Topçubaşov. İbrahim qapıya zərbəsi. Abuşov topu qapının üstündən vurur. Taryel. Və indi nələr baş verir? Kerim Topçubaşov az qala Amasya ilə oyunda olduğu kimi qola vura bilərdi, amma qapçı Taryel. Kerim. İrəliyə doğru ötürmə izləyirik. Əli Mehdiyev. Qapıya zərbə David Pavlovun zərbəsi idi. Qapçı Taryel bu topun qarşısını kəsir. Tamerlana qədər top gəlib çatır. Tamerlan. Hüseyin Abbasov artıq meydandadır. Musa. İrəliyə daha bir ötürmə. Elcan topu qarşılayır. Əli. David Pavlov. David keçdi rəqiblərin ötürməsi. Kerim istiqamədə. Kerim qapçının özü zərbəsi və hesab bərabərləşir. Kerim Topçubaşov Qarabağın qol silahı işini görür. David Pavlovun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Baxın. Topçubaşov uzaq küncə dəqiq zərbə indirir. Mərkəzdən Yeni Bakı topu oyuna daxil edir. Bu cür Taryel çətinliklə olsa topu uzaqlaşdıra bilir. Pavlov zərbə! Çahani! Əla reaksiya. İki gözəl hərəkət izləyirik. Gözəl zərbə, gözəl qurtarış. Küncdən zərbə ilə Qarabağ topu oyuna daxil edəcək. Təzyiqi bir qədər artırıblar. Əli Mehdiyev. Hər iki komanda bugün gözəl oyunla yadda qalır. Mehdiyev ötürməsi, amma zərbə vurmağa imkan vermir Yeni Bakı oyuncuları. İbrahim. Abbasov istiqamətini ötürmə. Bəxtiyar geriyə. Baytalov topu irəli vurur. Məhəmməd. Qarışıq bir vəziyyət yaranıb. İndi ötürmə. Kerim istiqamət Topçubaşov Ümidona qarşı mübarizə aparırdı və top meydanı tərk edir. İbrahim. İrəliyə doğru ötürmə. Kerim istiqamətinə. Məhəmməd ona qarşı mübarizə aparırdı. Üçüncüdən top oyuna daxil ediləcək. Hüseynov burada təhlükənin böyüməsinə mane olur. Üçüncüdən zərbə. Kerim. İçəriyə doğru ötürmə. Qapıdan zərbə. Və beləliklə ilk hissə başa çatır hörmətli. Futbol azarkeşləri qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri Qarabağ Yeni Bakı görüşünün qayda pozulur. İkinci hissəsi sizlərə təqdim olunur. İlk hissədə hər iki komanda bir qolla yadda qaldı. Mahmud Ələkbərlinin gözəl qoluna Kerim Topçubaşov cavab verdi.
Ümid edirik ki, ilk hissədəki həyəcanı ikinci hissədə də yaşayaraq. Buraya yolda Şakir. Yusif. Və hakim qayda pozuntusu qeydə alır. Şakir. Qəbul var, bu nədir? Bu. Al. Elcan Qubadlı cərimə zərbəsindən topu birbaşa qapıya vurmağa çalışır. Canlı sətdə dəyən top Elcan rəqiblərini keçdi və ikinciden zərbə. Qarabağ hücumunu ikinci zərbəsi ilə davam edəcək. Elcan Qubadlı. İçəriyə doğru ötürmə. Mahmud Ələkbərli cərimə zərbəsi ilə topu oyuna daxil edəcək. Qapıya zərbə və qapçı. Şoynir komandasını bu epizodda qoldan xilas edir. İkinciden zərbə ilə Turan topu oyuna daxil edir. İçəriyə daha bir ötürmə. Bu be yolda Şakir. Bu. Bizim. Və az qala Kərim Topçubaşov bərabərlik qolunu vuracaqdı. Turan rəqibin iki oyuncusu ona qarşı mübarizə aparırdı. Qubadlı. Bəli, ona qarşı qayda pozuntusu vardı bu epizodda. Hakim Ana Kərimin diqqətindən yayınmır. Top suyur, Bəxtiyar. Şakir. Məsafə uzaqdır. Ayaq oynamaq lazımdır bu epizodda. Şakir. Yox. Tam elan. Bu elvi qaldır, bu. İrəliyə. Kərim istiqamətini ötürmə. Kərim. Məhəmməd burada Qarabağ oyuncuların topa toxunuş etməsinə mane olur. Şakir kimi tutmuşu? Cərimə zərbəsini Yenibaşı yerinə yetirir. Çıxsın Kamran. Musa. Şakir qarşılayır. Mahmud qapıya zərbə top qapının üstündən keçir. Ayağı bura qaldırırlar, bir addım elə bir dənə də. Yusuf atışını yerinə yetirdi. Sıx niyə? Ayxan geriyə, irəliyə daha bir ötürmə. Turan topu qazandı. Turan önünü boşaltdı, qapıya zərbə. Yeni Bakı daha bir gol vurur. İkinci hissəyə də qolla başlayır. Turan Ələskərov. Gözəl zərbə idi. Ulduz. Yeni Bakı sevinir. Musa Abdullayev cərimə zərbəsindən topu oyuna daxil edir. Qapı istiqamətinə zərbə və top qapının üstündən keçir. Hakim bildirir ki, tam elan deyən top meydana tərk edib. Son toxunuş məsələ qapçıyadır. Musa. Sağ cinahdan gün zərbəsi ilə topu oyuna daxil edəcək. Yeni Bakının üstünlüyü var. Ev tapşırığı da izləyə bilərik. Musa içəriyə oynuyor. Qarışıq bir vəziyyət var, zərbə vurmağa imkan verilmir. Nihat. Hüseynli rəqibini keçdi. Nihat hələ ki, bəli, ona qarşı hakim oyunu davam etdirir. Yusif topu oyuna daxil edir. Hüseyin istiqamət ötürmə. Hüseyin qapıya zərbə və top qapıda iti bucaq altından qapıya zərbə indirir. Yeni Bakı daha bir gol vurur. Hüseyin Abbasov o bildirmişdi ki, mən bu oyunda öz sakitliyimi pozacağım və sözünə də əməl edir.
Hüseyin Abbasov çətin bir epizodda topu qapıdan keçirir. Baxırıq, sol ayağı ilə yaxın küncə dəqiq zərbə indirir. Mərkəzdən. Gözleme topu, topa git Nihat. Kamran out. Hörmətli futbol azarkeşləri qeyd edim ki, ikinci dövrənin birinci turunun oyunlara keçirilir. Mahmud topladı. İndi ötürmədir Turan Ələsgərov. Turan qapıya zərbə. Yeni Bakı artıq qarşısı alınmaz olmağa başlayıb. Turan Ələsgərov ikinci qolunu vurur. Mahmudun ötürməsini dəqiq zərbə ilə tamamlayır. Cəbrayıl Soy out atışını yeni yitirdi. Mahmuddan daha bir zərbə Həsən İskəndərli. Bu zərbənin qarşısını kəsir. Ümid. Mahmud zərbə. Kimə dəydi? Məhəmməd və qapçı. İkinciden Bərhakim. Üçüncüdən zərbə ilə topun oyuna daxil edilməsini bildirir. Musa Abdullayev ikinci zərbəsini yerinə yetirəcək. İçəriyə ötürmək izləyirik. Yusif. Hakim oyunu devam etdirir. Nihat, Mahmud. Hər iki komanda top uğrunda amansız mübarizə aparır. Nihat. Qapıya zərbə. Səhv etmirəmsə Şakir idi qapıya zərbə indirən oyuncu. Semin. Yeni Bakı heyətində ikincisi də meydançaya daxil oldu. Qarabağın realdə presingi var. Şakirdən daha bir zərbə top sonda. Aydın'a dəyərək meydana tərk etdi. Yusif əl istiqamətini ötürmə etməyə çalışırdı. Qapıya daha bir zərbə və top yol üstü hakimə dəyərək istiqamətini dəyişdiyinə görə Qarabağ qaldığı yerdən hücumunu davam etdirəcək və bu zərbə birbaşa qapıya, qapçı topun qarşısını kəsir. Daha bir zərbə və Qarabağ buraxılan qollardan birinin əvəzinə çıxır. Nihat Hüseynli. Əgər Semin bu topu bıraksaydı bu gol qeydə alınmayacaqdı. İtirazlar var ama düşünürəm ki bu episodda hər şey qaydalar çərçivəsində baş verdi. Uzaq məsafədən qapıya zərbə, qapçı İskəndərli və Yusif. Qapıya yox, zərbə vurmağa mane olurlar. Burada bir qarşı bir vəziyyət yaranıb, hakim qayda pozuntusu qeydə alır. Hörmətli futbol azarkeşlər, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya bugünkü gözəl oyuna görə təşəkkür edirəm. Hər iki komanda meydanın istənilən nöqtəsində topa sahib olmağa çalışırdı. Topa nəzər etməyə çalışırdı. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşısı seçirəm. Qarabağdan David Pavlov, Yeni Bakı heyətində isə oyunun ulduzu 9 Turan Ələsgərovdur. Və qarşılaşma başa çatır. Yeni Bakı üstün tərəf olur. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış vaxt burada başa çatır. Oyuncuların sevinci ilə sizi baş-başa bıraxırıq. Sağ olun, gələn görüşlərə dək. Salam edəsin.
Hakim nətər olur? 2 dənə hədiyyə verirsən, hakimdən narazısını verirsən. Oyunu oyna, sən hakimdən nə edirsən? Tarık bir çapkı var İsmail. Allah sıfır.